Salam əziz izləyicilər, kanalıma xoş gəldiniz. Bugün sizə 20 aprel keçirilən OTK-nın sınavını izah edəcəm, hansı ki 11-ci siniflər üçündür. Deməli, birinci sualda verilib ki, cədvələ əsasən aşağıdakı kimi sorğu yaradılarsa, sorğu nəticəsində tapılan yazıların ID nömrələrini müəyyənləşdirin. Və kriteriya bölməsində əgər hər iki verilən, yəni sorğu eyni sətirdə yazılıbsa, bu ən kimi götürülür. Yox, əgər biri yuxarıki sətirdə, biri aşağıki sətirdə yazılanda, onda elə qeyd edildiyi kimi, yəni or götürülür. Deməli, riyaziyyatda balı 67-dən böyük bərabər olanları seçirik. Riyaziyyat sütununa baxırıq. Balı 67-dən böyük bərabər olanlar hansılardır? 1, sonra deməli 3, daha sonra 5, böyük bərabər dediyinə görə 67-ni də götürürük. Sonra 6 və 7. Və and kəsişmədə də xarici dil isə 55 olanları. Xarici dil isə deməli bu 55-dir yoxsa 55-dən böyük yazmaq istəyib. Mənə elə gəlir ki, burada 55-dən böyük olanlar olmalı idi. Yəqin ki, PDF-də silinib. Burada 55-dən böyük olanları götürsək xarici dilində. Deməli, olacaq hansılar? 3. Burada deməli verib 63. 3-dür. Sonra 4-dür. 6-dır. Bir də 7-dir. Bunların da kəsişməsi bizə nəyi verir? 3, 6, 7-ni. Olur cavab D bəndi. Burada PDF-də silinib, böyük də 55 olmalıdır, yəni. Növbəti suala baxsaq, deyir, tikinti şirkətləri haqda verilənlər bazasının cədvəlindən fraqment verilmişdir. Cədvələ əsasən neçə şəhərin tikinti şirkəti təmirlə məşğul olur? Əvvəlcə baxıram ki, təmirlə məşğul olan şirkətlər hansılardır? Deməli, burada biri L1-dir, qeyd eləyirəm. Həmçinin L2 də var. L1 ilə L2, burada baxsaq, L1 də Lənkəranın şirkətidir, L2 də Lənkəranın şirkətidir. Mən bunu bir dənə kimi götürürəm. Axı, hər iki şirkət bir şəhərə aiddir. Bizə də soruşur ki, neçə şəhərin tikinti şirkəti təmirlə məşğuldur? Deməli, hər iki şirkət Lənkərana məxsusdur deyə hələ ki Lənkəranı tapmışıq. Sonra baxıram ki, B2 var. B2 burada aiddir nəyə? Bakı şəhərinə. Bakı hələ ki var. Yəni təkrar bir dənə də Bakı olsa artıq saymayacağam da eyni şəhər olduğuna görə. Sonra deməli bunu çıxdıq, bunu çıxdıq. Bunu da keçdik. Qalır hansılar? B yox, Ş1 və Ş2. Ş1 ilə Ş2 də, Ş1 də Şirvana aiddir, Ş2 də Şirvana aiddir. Deməli, iki şirkət də Şirvanındırsa, deməli, hər iki şirkət Şirvan şəhərinə aiddir axı. Deməli, neçə şəhərin, yəni şirkəti təmirlə məşğul olur? 3 şəhərin. Desəydi, hə, neçə şirkət məşğul olur? Onda 5 şirkət götürərdik. Şəhər soruşduğuna görə 3. Sonra, növbəti sualda verir ki, mətn redaktorunda verilmiş ifadə yazılır. Aşağıdakı əməliyyatlardan sonra cəmi neçə söz qalır? Language sözü seçilir. Bu sözü buradan seçir. Sonra Ctrl-X vurur. Bilirik ki, Ctrl-X kəsirdə, yəni olduğu yerdən mətni artıq götürür. Daha sonra Python sözü seçilir və Ctrl-C düyməsi vurulur. Bilirəm ki, Ctrl-C də kopyalayır həmin mətni. Yəni, öz yerində qalıb sadəcə kopyasını götürür. Sonra end düyməsi sıxılır. End bilirəm ki, sətrin sonuna aparır da, yəni kursoru. Yəni söz belədirsə, Python, sonra proqram sözü yazılıb, axırda end düyməsi vurulub sətrin sonuna gedib. Deyir ki, hər dəfə bir boşluq qoyur, ondan sonra 3 dəfə Ctrl-V vurur. Amma bir boşluq simvolu daxil ediləndən sonra 3 dəfə Ctrl-V vurulur. İndi bir dənə boşluq qoydum burada. 3 dənə Ctrl-V vuranda axırıncı kopyaladığım söz Python sözü idi axı. Həmin sözü 3 dəfə bax bura yapışdırır. 3 dənə Python sözünü
Yəni Ctrl V bilirik ki, yapışdırmaq üçündür də paste. 3 dəfə əlavə eləyir. Sonra deyir ki, bütün mətn təzədən seçilir. Bax, bu mətni təzədən seçir. Neçə dənə söz var? 1, 2, 3, 4, 5 dənə söz var da. Ctrl C düyməsinə vurur. Bunu bütöv kopyalayır. Sonra Home klavişi vurulur. Home da kursoru gətirir sətrin ən əvvəlinə. Bundan sonra Ctrl V düyməsi vurulur. Bütöv mətni kopyalamışdım axı. Bütöv mətni təzədən yapışdırsam, eyni bunu bir dəfə yapışdıracam axı. Bax, Python, programming, yenidən, yəni 3 dənə Python sözü. Bunu təzədən əvvələ yapışdırmışam. Yəni, belə çıxır ki, mətndə bu cümlə kimi olan ifadə 2 dəfə təkrarlanır. 1, 2, 3, 4, 5 dənə söz var idi mi? Bir 5 dənə də təzədən əlavə eləsəm, deməli, ümumi sənəddə 10 dənə, yəni söz qalacaq. Bizə deyir ki, cəmi neçə söz alınır? 10 ədəd. Python dilində yazılmış proqramın nəticəsini müəyyənləşdir. Deməli, burada reverse bilirik ki, siyahını tərsinə çevirir. Alırıq 7, 8, 3, 2, 5. Len x-i tapsaq 1, 2, 3, 4, 5 alırıq. Və i-nin qiymətləri də 1-dən n-1-ə qədərdir. Yəni, burada 5 çıx 1, birbaşa 4 yazsam, i-nin qiyməti olur 1, 2, 3. İndi i1 olduqda yazıb ki, x nöqtə insert i virgül 4. X-i yazmıram. I-nin yerinə 1, bir də 4 verib də. Bu nə deməkdir? Insert bilirəm ki, indeksə görə əlavə edir. Yəni, birinci yerdə dayanan element 4 olmalıdır. Bunu indeksləsəm, birinci yerdə dayanan element 4 olmalıdırsa, onda yeni siyahı belə alınacaq da. Fikir verin, artıq 0, 1, yeni alınan siyahıda birinci element olur 4 həmin. Bu birinci dövrdür. Geri qayıdır əvvələ, i-nin axı qiyməti hələ var. i2 olduqda bu dəfə insert 2, 4 alınır da, i-nin yerinə 2 yazıram. İndi də ikinci yerdə dayanan element 4 olmalıdır. Yəni 7, 4, 0, 1. İndi ikinci element gəlir axı, yenə 4 yazıram. Qalanı da yerdə qalanı ondan sonra 8, 3, 2, 5. Sonra üçüncü dəfə i3 olduqda bu dəfə də insert 3, 4 alırıq. Deməli, indi də üçüncü yerdə dayanan element 4 almalıdır. 7, yəni 0-cı element 4, birinci element, birdən 4 var axı. Bu ikinci element. Üçüncü element də 4 olmalıdır deyə bir dənə də 4 yazıram. Yerdə qalanda ondan sonra düzürəm. 8, 3, 2 və 5. Və dövr bitir, çünki e-nin qiymətləri 1-dən, yəni 3-ə qədər idi. Yəni, dövr bitdikdən sonra görə indi nəyi hesablayacaq? Alınan siyahı yekun olaraq yuxarıda yazmışıq. İndi həmin siyahının hər hansı bir elementini siləcək. Tapaq görə hansı elementi? Len x 1, 2, 3, 4, 5, 6, 7, 8. Yəni, len bilirik ki, bütün elementləri sayır. 8-dən 1 çıxanda 7 alınır. Yəni, x da 7-ci elementi siləcək. 4, 5, 6, 7. 7-ci element də 5-ə düşür. Sort da bilirik ki, artan sırayla düzür axı. Bunu siləndən sonra yerdə qalanları artan sırayla düzəcək. 2, 3 dənə 4 gəlir də. 3 dənə 4, sonra 7, 8. Belə bir siyahı olmalıdır. 2, 3, deməli 3 dənə 4, 5 olmaz. 5-ləri silmişik çünki. Olacaq Y bəndi. 2, 3, 3 dənə 4, 7, 8, bəli. Olur bu formada. Sonra verib ki, Vaqif, Aygün, Əsmər, Sevda, Emil, Rauf, Leyla və Nadir eyni universitetin Riyaziyyat, Fizika, Kimya və Biologiya fakültəsində təhsil alır. Məlumdur ki, hər fakültədə 2 nəfər təhsil alır. Neçə nəfərdilər? 1, 2, 3, 4, 5, 6, 7, 8 nəfərdilər. 4 dənə də fakültə var da. Hər fakültəyə elə ki 2 nəfər düşəcək. Qeyd eləsəm burada fakültələri riyaziyyat, fizika, kimya və bir də biologiya. Və verib ki, Aygün biologiyada yəni təhsil alır, biologiya fakültəsində. Əsmər və Emil də eyni fakültədədirlər. Hansı fakültə olduğunu bilməsəm də qeyd eləyirəm ki, eyni fakültədə təhsil alacaqlar. Vaqiflə Nadir də fərqli fakültədədirlər. Və sonra verib ki, fizika fakültəsində oxuyanlar oğlan deyil. Əgər oğlanları çıxsam, bax,
Bilirəm ki, artıq fizikada, yəni oğlanlar oxumur da. Yerdə Aygün, Əsmər, Sevda və Leyla qalır. Aygün də biologiyaya getdi axı. Və bizə də deyir ki, Emillə Əsmər də eyni fakültədədir. Deməli, onlar fizikada ola bilməz axı, çünki bizə deyir ki, fizikada oğlanlar oxumur. Yəni, Emil fizikada oxuya bilməz. Buna görə Əsmər də avtomatik fizikadan silinir. Və mütləq 2 nəfər bir fakültəyə düşməlidir axı. Deməli, fizikaya düşən 2 nəfər hansılardır? Sevda və Leyla. Eləmi? Və bizə də deyir ki, riyaziyyatda hansı tələbə yəni təhsil almır? Buradan tapılır da elə, Sevda yəni riyaziyyatda təhsil almır. Digərləri naməlumdur. Ola bilər ki, Emillə Əsmər elə ikisi bir fakültədə, məsəl üçün, riyaziyyatda təhsil alsınlar. Ola bilər, məsəl üçün, Nadir məsəl üçün, riyaziyyatda təhsil alsın. Yəni, bunlar dəqiq deyil. Amma Sevda və Leylanın dəqiq olaraq fizikada təhsil aldığını bildiyimiz üçün onları riyaziyyatdan sildik. Sonra 66. Hər hansı, deməli, rayonun yollarının sxemi verilib qraf şəklində, ona uyğun da cədvəl verib. Elə ki, hər nömrə bir dənə hərfə uyğun düşəcək, amma yəni deyir ki, qrafdakı nömrələrlə hərflər əlaqəli deyil də. Məsəl üçün, A, B, C kimi getmir, özümüz tapmalıyıq. Bunu əsasən deyir, C-dən D-yə qədər olan yolun uzunluğunu tap. Belə ki, burada baxsaq, B-dən digər təpələrə neçə yol gedir? 3 yol, eləmi? Sonra A-dan digər təpələrə 2 yol, C-dən digər təpələrə 4 yol gedir, D-dən 3 yol gedir, Y-dən 3 yol, F-dən isə 1 yol. Bu yollara əsasən mən cədvəldən tapacam ki, hansı təpə hansı rəqəmə uyğun gəlir. Əgər F-dən bir yol gəlibsə, fikir verin, başqa bir yol gedən təpə yoxdur da. Yəni, digər təpələrdən ən azı 2 dənə yol çıxır. Baxıram ki, cədvəldə hansı təpədən digərinə bircə yol gedir. Bu da gəlir 2-yə uyğun gəlir. Çünki 2-dən 6-ya bir dənə yol var. Deməli, onda 2F-dir də. 2 olur F. F-dən də bircə dənə nəyə yol var? 6-ya. F-dən də nəyə yol var? Y-yə. Deməli, Y olur 6. Y-dən də bilirəm ki, C-yə və D-yə yol var da. Və bundan sonra şərtə baxıram. Qalanları A, B mənə lazım deyil. Deyir ki, C ilə D arasındakı məsafəni tap. Y-dən, yəni 6-dan baxsam nəyə yol var? 1-ə, 2-yə, 1-də 4-ə. Və bilirəm ki, 2F-də axı. 2-ni çıxanda yerdə 1 ilə 4 qalır da. 1 ilə 4 də elə C və D-yə uyğundurmu? Bizə də elə C ilə D arasındakı məsafəni soruşur. Heç lazım deyil ki, hansının C, hansının D olduğunu tapaq. 1-dən 4-ə qədər məsafədə elə 10 alınır. Deməli, C-dən D-yə məsafə 10-dur. Malik Rəfdəki kitabda olan bir sxemi, yəni şəkil formasında bir sxemdir. E-mail vasitəsilə dostuna göndərmək qərarına gəlir. Hansı qurğudan istifadə etməlidir? Əgər bu şəkli e-mail ilə dostuna göndərirsə, deməli rəqəmsal formaya çevirir də. Şəkil formasında olan bir kağızı deyək də və yaxud da necə deyə bir A4-ü götürüb rəqəmsal formada PDF-ə çeviririksə, bunu təbii ki, skanerlə edirik. Yəni, şəkli kompüterin yaddaşında elektron formaya çevirmək üçündür skaner. 68-ci sualda verib ki, bu cəmi hesablamaq üçün blok sxemdə hansı şərt olmalıdır? Baxıram ki, 2-dən 60-a qədər ədədləri cəmləyib. Yəni, ən son 60-da qutarmalıdır dövr. Burada 58 bəs etməz. Ya i kiçikdir 60 olacaq, ya da i kiçik bərabərdir 60. Birinci, i kiçikdir 60-ı qoyub yoxlayaq. Əgər çatmasa, bəs eləməsə, kiçik bərabər götürərik. Təbii ki, 60-a qədər dövrü bir-bir yaza bilmərəm. Ona görə kiçik bir ədəd yerinə qoyub tapmalıyam. Elə olsun 6. i-nin birinci qiyməti 0-dır da, 0 kiçikdirmi 6-dan? Bəli. i olur onda i plus 2, yəni 0 idi, 2 olur. S-də bərabər olur. S plus i-yə, yəni 0 plus 2 alırıq 2. Buradan geri qayıdır əvvələ. i 2 olduğuna görə 2 kiçikdirmi 6-dan? Bəli, yenə şərt ödənir və i-ni 2 vahid artırırıq, 4 alırıq. S də olur S plus i, yəni 2 üstəgəl 4.
Belə də saxlayıram, çünki təyinatı görmək üçün. Yenə geri qaydanda əvvələ i4-də axı 4 kiçikdirmi 6-dan? Bəli, yenə şərt ödənir. I yenə 2 vaid artır. 4 idi olur 6. S isə olur S plus I, yəni 2 üstəgəl 4 üstəgəl 6. Dördüncü dəfə 6 kiçikdirmi 6-dan? Yox cavabı alıb dövrdən çıxırıq və S-in axırıncı qiymətini çapa verir. Fikir versək, burada i-yə 6 yazanda elə 2-dən 6-ya qədər cəmləyir. Deməli, elə bura 60 yazanda da 2-dən 60-a qədər cəmləyəcək də heç kiçik bərabər yazmağa, yəni gərək yoxdur. Elə cavab i kiçikdir, 60 olacaq. Sonra növbəti sual. Python dilində yazılmış proqram icra olunarkən klaviaturadan x üçün 32, y üçün də 5, yəni uyğun olaraq dediyinə görə x-i 32, y-i 5 götürürəm. Və deyir ki, Python sözü neçə dəfə çap olunar? Baxaq, 32 böyük bərabərdirmi 5-dən? Bəli, şərt ödənir. Onda bir dəfə Python sözü çap olunur hələ ki. Y-in üstünə 6 gəlir. 5 üstəgəl 6, 11 alıram. X-dən isə 2 çıxır, 30 alınır. Buradan geri qaydanda əvvələ x böyük bərabərdirmi y-dən? 30 böyük bərabərdirmi 11-dən? Bəli. Python sözü yenə çap olunur ikinci dəfə. Y-ə 6 vaid artırır 17, x-dən 2 çıxır 28. Növbəti dəfə 28 böyük bərabərdirmi 17-dən? Bəli. Üçüncü dəfə Python sözü yenə çap olunur, y-in üstünə 6 gəlir. 17-nin üstünə 6, 23, x-dan 2 çıxır 26. Dördüncü dəfə x, yəni 26 böyük bərabərdirmi 23-dən? Bəli, şərt ödənir. Dördüncü dəfə yenə çap eləyir Python sözünü. Y-ə 6 vaid artırırıq. 23-ün üstünə 6, 29, x-dan da 2 çıxır 24. Bir də geri qaydanda əvvələ deməli, x, yəni 24 böyük bərabərdirmi 29-dan? Yox cavabı alırıq və dövrdən çıxır. Axı bir dənə də axırda print var. Ona görə bir də Python sözünü çap eləyir. 4 idi, 5-ci dəfədə Python sözü çap olunacaq. Python dilində yazılmış proqramın nəticəsini müəyyənləşdir. Əvvəlcə F1-3-ü, yəni tapım ki, qiymətini burada nə alınacaqsa yerinə yazsam, sonra F4, yəni alınan qiymətə uyğun F4 neçənsə tapacağıq. F1-3-ü tapsam, buradan x-in qiyməti 1, y-in qiyməti 3 olur. Şərt verib ki, x böyük bərabərdirmi y-dən? 1 böyük bərabərdirmi 3-dən? Xeyr. Əks olduğunda y bərabərdir 3 vur x, yəni 3 vur 1 üstəgəl y. Y-i 6 alır. Sonra verib ki, ABC, bilirik ki, ABC modulu göstərir. Modulda 2 vuraq x, yəni 2 vuraq 1, çıxaq y. Moduldan da müsbət çıxdığına görə, yəni əslində mənfi 4 alsaq da müsbət 4 olaraq çıxır. Deməli, return 4-ü F1-3-ə geri qaytarır. F1-3 əgər burada 4-dürsə, deməli nə alınır? Bax, F, bir dənə 4 var idi. Bunun yerinə də 4 aldım. F4, 4 alınacaq. İndi təzədən F4, 4-ü tapmalıyam. Bir də yuxarıya müraciət etdikdə uyğun olaraq həm x, həm də y 4 olacaq. İndi 4 böyük bərabərdirmi 4-dən? Bəli, şərt ödənir. Onda x-i hesablayır. X, yəni 4 üstəgəl, y vur 2-yə. 4-ü də 2-yə vuranda 8. X-i 12 alsam da if ödənibsə təbii ki, əks haldaya baxmıram. Return-ün qarşısındakı əməliyyatı hesablayıram. Modulda 2 vuraq x, 2 vuraq 12, çıxaq y 4. 24-dən də 4 çıxanda 20 qalır və return bu 20-ni ən son çağırılan funksiyaya, yəni F4, 4-ə geri qaytarır. F4, 4 20-dirsə, onda Z də 20-dir və print Z 20 alınır, yəni B variantı. Python dilində yazılmış proqramın yerinə yetirilməsi nəticəsində ən sonda, yəni 20 qiyməti çap olunubsa, klaviaturadan hansı qiymət daxil edilmişdir? Aha, deməli, bu A-nın ilk qiymətidir və biz bilmirik. B bərabərdir, A çıxaq 12 verilib. Bu təbii ki, B-nin ilk qiyməti olacaq. Bu da A-nın ilk qiymətidir. Ancaq A dəyişilir, yeni bir qiymət alır. Yəni, A nəyəsə bərabər olur. Deməli, A ikinci bir qiymət alır. Və B-nin hələ birinci qiyməti var da əlimizdə. B-nin birinci qiymətini 2-yə vurur və bir də A-nın birinci qiymətini 2-yə bölür. A-nın ikinci qiymətini tapır.
Sonra B dəyişir. B bərabər olur axı. Birinci qiymətdən sonra B ikinci bir qiymət alır. Bilirik ki, alqoritm son qiymətləri götürür. Ona görə A-nın ikinci qiymətindən B-nin birinci qiymətini çıxmaqla B ikinci bir qiymət alır. B2, yəni axırda 20 olub da. Buna əsasən biz A1-i tapmalıyıq, yəni A-nın ilk qiymətini. Deməli, burada bir tənlik alınacaq da. Yuxarıdan, daha doğrusu aşağıdan yuxarıya doğru bu formada qiymətləri yerinə yazaraq həll eləyəcəm. Deməli, A2 çıxaq, B1 bərabərdirsə 20-yə. A2-ni yerinə yazacağam. B1 vurulsun 2, çıxaq, A1 bölünsün 2. Bir də çıxılsın, B1 bərabər 20 var. B1-in yerinə də yazacağam A1 çıxaq, 12. A1 minus 12, vuraq 2, çıxılsın A1 bölünsün 2, çıxaq. B1-in yerinə də A1 çıxaq 12 bərabərdir 20 yazacağam. İndi həll eləyək. 2A1 çıxaq mötərizəni açıram. 24 çıxılsın. 0.5 A1 çıx A1 və mənfiyə görə üstəgəl 12 bərabər 20 alıram. 2A1-dən A1-i çıxsam 1, deməli 1-dən də deməli 0.5-i çıxsam elə 0.5 A1 qalacaq. Mənfi 24 ilə 12-ni toplasam mənfi 12 eləyəcək. Bu biri tərəfə keçirsəm müsbət 12 alınacaq. 0.5 A1 əgər 32-dirsə, A1 də onda 64 olur da. Yəni 32 vuraq 2, 64-ə bərabər olur. Olur B bəndi. Daha sonra növbəti suala baxaq. Mətnin deyir, tək mövqedə yerləşən simvolları K1 bərabərdir 3, cüt mövqedə duran simvolları isə K2 bərabər 4 açarı ilə şifrələnmişdir. Maple şifrinin hansı mətnin şifrəsi olduğunu tap. Yəni, bu şifrələnib artıq, şifrələnmiş bir sözdür. Deyir, hansı sözün şifrəsi olub. Belə bir X bir söz verib. Bu sözün tək mövqedə duran simvollarını 3 cüt mövqedə duran simvollarını 4 ilə şifrələyib və maple sözü alıb. Deyir, hansı sözdür ki, yəni maple alınıb. Burada indi cüt mövqedə duranlar, tək mövqedə duranlara baxaq. 1, 2, 3, 4, 5 kimi nömrələsəm, tək mövqedə duranlar M-dir, P-dir, bir də Y-dir. Bunların nömrə deməli K1 bərabərdir 3 açarına görə şifrələyib. Ancaq A-dır, bir də L-dir, yəni cüt mövqedə duran simvolları isə K2 bərabər 4 açarı ilə şifrələnib. Bu şifrələnib artıq. Yəni deyir, X necə olub ki, bu açarla şifrələnəndə bu söz alınıb. Onda bu hərflərdən 3 addım əvvələ, A-la L-dən də 4 addım əvvələ tapacam. M-dən 3 hərf əvvələ əlifbada neçəyə düşür baxaq. 1, 2, 3, R. Sonra A gəlir. A-dan isə 4 əlif əvvələ tapacam. Təbii ki, A-dan əvvələ hərf yoxdur deyə əlifbada geri qayıdıram da sona. Çünki bilirik ki, Sezarda bu formada düzülürəm saat əqrəbi istiqaməti ilə. Artıq geri qaydanda belə gedəcək. 1, 2, 3. Gəlir düşür. Deməli, 1. A-dan 4 dənə getməliyəm. Onda Z1, Y2, X3, W-da 4. Deməli, P isə tək yerdə dayanıb deyə 3 dənə əvvələ gedirəm. Deməli, 1, 2, 3 M-ə düşür. L-dən 4 addım əvvəl axtarım cüt yerdə dayanıb deyə 1, 2, 3, 4 H-a düşür. E-dən də deməli, tək yerdə dayanıb deyə 3 addım əvvələ 1, 2, 3 B düşür. Belə bir simvollar yığını alınır. Bu da Y variantına uyğun gəlir. Sonra növbəti sualda verib ki, mətn.doc faylı kitablar qovluğunda yerləşirdi. Aha, kitablar qovluğunda yerləşirdi. Fayl bu qovluqdakı, bu qovluğun daxilindəki başqa bir qovluğun, məsəl X yazaq, bu qovluğun alt qovluğuna daşınır. Alt qovluq bilirik ki, həmin qovluğun içərisində yaradılan başqa bir qovluqdur. Deməli, X-in içində olan başqa bir qovluğa daşınır. Yəni, bundan sonra artıq belə alınır da. Deyir ki, daşınmadan sonra faylın tam adını müəyyənləşdir. Tam adıdırsa, özü də orada olmalıdır.
Baxaq görə uyğun nədir? Yəni kitablardan sonra bir sözlə 2 dənə, yəni qovluq olmalıdır da. Burada bir dənə verib. Məsəl üçün x buna düşürsə y yoxdur axı. Bunu çıxıram. Kitablardan sonra yenə bir dənə qovluq verib. Bunu da çıxıram. C-də isə kitablardan sonra 3 dənə qovluq verib. Bunu da çıxıram. Burada da bir dənə var, amma Y uyğun gəlir. Bax, kitablardan sonra bu x-a, bu da y-ə düşür. Y variantı alınır. 1 vuraq 2 üstədir və s.dir açıq yazılışına əsasən n ikilik, yəni ədədi ilə bağlı doğru mülahizələri müəyyənləşdirin. Bilirik ki, qüvvət üstü misalları onluğa çevirəndə, yəni onluqdan ikiliyə çevirəndə necə həll edirik? Bunu onluqdan ikiliyə çevirirəmsə, 1 yanına 2-nin qüvvəti qədər 0 artırıram. Yəni 7 dənə 0. 1, 2, 3, 4, 5, 6, 7. Üstə gəl, 1 yanına 4 dənə 0. 4 dənə 0, 1. Sonra 1 yanına 3 dənə 0. 1 yanına 3 dənə 0. Bir də 1 yanına 1 dənə 0. Bunları toplasam 0, 1, 0, 1, 1, 0, 0, 1 alıram. Deyir ki, alınan ədədlə, yəni alınmış ikilik ədədlə bağlı doğru fikirlər tap. İkilik say sistemindəki yazılışında sıfırların sayı 4-dür. 1, 2, 3, 4. Bəli, doğrudur. Tək ədəddir, səhvdir. Çünki ikilikdə sıfırla qutaran bütün ədədlər cüt olur. Mən bunu 2-nin qüvvətlərini yazıb toplasam, axırıncı 1-ə düşür axı. Bunu toplamayacam da sıfırlanacaq deyə. Qalanları da 2-nin qüvvətləri cüt ədədlər olduğuna görə, yəni alınan ədəd cüt olur. Bu səhvdir. İkilik say sistemindəki yazılışında sıfır və birlərin, yox, sıfırların sayı birlərin sayından çoxdur. Sıfırların sayı da 4 dənədir, birlərin sayı da 4 dənədir, yəni çox deyil. İkilik yazılışında 8 rəqəm var. 1, 2, 3, 4, 5, 6, 7, 8. Bu düzdür. 1, 4-dürsə əslində, yəni imtahan üçün test tapmağa görə C-ni işarələyib keçərəm. Amma izah üçün davam edirəm. 8-lik say sistemində 442 kimi ifadə olunur. 8-liyə çevirəndə də bilirəm ki, 3-3 ayırıb 4-2-1 qaydası ilə çevirəcəm. Bunu 3-3 ayırsam bu qaydada 4-2-1 ilə bu 2-yə düşür. 4-2-1 ilə birlərə uyğun ədədləri cəmləyirəm də 3. Buna da 1 0 artıram 3-ə tamamlamaq üçün. Bu da 1-in üstünü cəmləsəm 2 alınır. Yəni 232-dir. 8-likdə 442 kimi yox, 232 kimi əks olunur. Onluq say sistemində 154 kimi ifadə olunur. Alınmış ədədi onluğa çevirəndə də 1, bunu sonradan artırmışam da 0, 0, 1, 1, 0, 1, 0-dır. 2-nin qüvvətlərini sağdan sola yazıram və birlərin üstünü toplayıram. 128-in üstünə bu 2-ni gəlsəm, bu eləyir 130, üstünə də 24-ü gəlsəm 154 alıram. Yəni 6 doğrudur. Olur 1, 4, 6. Web səhifəyə eni 300, hündürlüyü 400 piksel olan qrafik flower.jpg faylının yerləşdirilməsi üçün HTML kodu tap. Imagine bilirik ki, atributu seyircidir. Yəni, bura qədər düzdür. Sonra faylın adı da düzgün verilib. Alt atributu ola bilər, yəni səhv deyil. Hündürlük 400 piksel, eni də 300 piksel. Elə A variantıdır da. Görək, başqa nəsə səhvə yoxdur ki, o birlərə də baxım. Məsəl üçün, burada güllər.jpg yazıb, ola bilməz, çünki flowerdir də, yəni adı. Sonra burada image cüt tek kimi verib, ola bilməz, image tək tekdir də, bilirik ki. Sonra burada da cüt tek kimi verib, yəni bu da olmaz. Burada da enini 400 verib, hündürlüyünü 300. Amma eni 300-dür, hündürlüyü isə 400. Yəni A olacaq elə. Sonra növbəti sual. 127 kvadratı vuraq, 2 üstü 4 və s. verilmiş ədədi 8-liyə çevir. Bilirik ki, bu tipli onluq ədədləri, yəni say sisteminə çevirəndə həmin say sisteminin qüvvəti kimi göstərirəm. 127 ilə 34 2-nin qüvvətinə gəlmir deyə bunları parçalamalıyam. 127-ni belə parçalayaram ki, 128 çıx 1 kimi göstərərəm. Üstü kvadrat yazacam. Vur 2 üstü 4, üstə gəl. 34-ü də 32 üstə gəl 2-nin kvadratı kimi yazaram. Bir də vuraq 2 üstü 7. Müxtəsər vurma düsturu ilə açsam 128-in kvadratı
çıxılsın. 2 vuraq 128. Vur 1. Üstə gəldi 1-in kvadratı. Vuraq 2 üstü 4. Üstə gəl 32-nin kvadratı. Üstə gəl 32 vur 2. Bir də 2 misli də. Onda 4 vur 32. Üstə gəldi 2-nin kvadratı. Bu da vuraq 2 üstü 7. Mötərizəni açsam, bu nə deməkdir? 2 üstü 7 üstü 2-dir də. 2 üstü 14-dür. 2 üstü 14'ü vururam 2 üstü 4'e. Çıxaq. 2 vuraq 128. Bu 2 üstü 8'i verir. Bir də 2 üstü 4'e vururam. Üstə gəldə 1 vuraq 2 üstü 4. Eyni qaydada bunu da açıram. Bu 2 üstü 5 üstü 2'dir. Yəni 2 üstü 10. Bir də 2 üstü 7'ye vuram mötərizəni açıb. 4 vur 32. 2 üstü deməli verir 7'ni. Bir də 2 üstü 7'ye vururam. Üstə gəldə 4'ü 2 üstü 7'ye vuranda da 2 üstü 2 vur 2 üstü 7. İndi bunları tək-tək çevirməliyəm. 2 üstü 14 vuraq 2 üstü 4. 2 üstü 18'dir də. Bunu 8'liyə çevirəndə 8 üstü yaradıram. Yəni 2 üstü 3 üstü 6 kimi göstərirəm. 8 üstü 6 alınır, hələ ki saxlayaq. Artıq bizə əsas 8'in qüvvətinə çevirməkdir. Sonra buranı çevirirəm. Bir yazım, ikinci. Bu 2 üstü 12 verir də qüvvət üstlərini toplayanda. Bunu da 2 üstü 3 üstü 4 kimi yazsam 8 üstü 4 alınacaq. Sonra 2 üstü 4'ü 2 üstü 3 vuraq 2 üstü 1 kimi yazaram. Yəni 2 vuraq 8 üstü 1 alınacaq. 2 üstü 4'üncü bunu çevirsəm 17 alınır da bura. 2 üstü 17'ni 2 üstü 3 üstü 5 vur 2 üstü 2 kimi yazaram. Bu da 4 vuraq 8 üstü 5 alınacaq. Sonra növbəti gəlir 5-ci 2 üstü 14. Bunu da 2 üstü 3 üstü 4 vuraq 2 üstü 2 kimi yazaram. Yəni 4 vuraq 8'in üstü 4. Bir də 2 üstü 6'cı qalır 9. Bunu da 2 üstü 3 üstü 3 yazaram. Yəni 8'in kubu kimi. Burada aldığım 8 üstüləri indi toplamalıyam. 8 üstü 6, 4, 8 üstü 1, sonra 4 vur 8 üstü 5, bu və bunlar toplanacaq. 1, 2, 3, 4, 5, 6. Yuxarı hissəni indi silim ki toplamağa yer olsun. Deməli, bu nə deməkdir? 1 yanına 6 dənə 0, 8'liyə çevirirəmsə artıq 8 üstü yaratmışam və həmin say sisteminin qüvvəti qədər əmsalın yanına 0 əlavə edirəm. Əmsal da yoxdur deyə 1 qəbul edirik. Üstə gəl. Bu çıxmanı hələ ki saxlayıram. Bu çıxma nəyə uyğundur? 2'yə uyğundur da. Bunu hələ saxlayım. Topladıqlarımı toplayıb sonra çıxaram. Deməli, bunu yazıram da növbəti ən böyük 8'in qüvvəti bu gəlir. 4 yanına 5 dənə 0. Burada əmsal 4'dür deyə 4'ün yanına artıq həmin sıfırları yazıram. 5 dənə 0. Sonra 4 yanına 4 dənə 0. 4 yanına 4 dənə 0. 1 yanına 3 dənə 0. Sonra 2 yanına 1 dənə 0. Bunları da toplasam 1, 4, 4, 1, 0, 2, 0 alırıq. Bundan da nəyi çıxıram? De bunu. 1 yanına 4 sıfırı çıxıram. 1, 2, 3, 4. 1 yanına 4 sıfır çıxılır. 1, 4 alıram 3. 1, 0, 2, 0 alınır. 143, 10, 20 alınır. 143, 10, 20. 143, 10, 20 olur D bəndi. Alqoritmin hər bir addımının deməli aydın, dəqiq və birmənalı olmağı müəyyənlik xassəsinə uyğundur. Bilirik ki, müəyyənlik yəni istifadəçi hər bir addımın yəni aydınlığı bir növ informasiyanın anlaşılıq xassəsinə oxşuyur. Müxtəlif mənbələrdən aldığımız informasiya üst-üstə düşürsə, deməli etibarlıdır da. Məsəl üçün internetdən aldığım məlumatla başqa bir sosial şəbəkədə gördüyüm məlumat üst-üstə düşürsə və görürəm ki, etibarlı məlumat, ya kitabdan oxuyuram, görürəm üst-üstə düşürsə 3-4 yerdən aldığım məlumat artıq etibarlı sayıram. Sonra burada yer olmadığına görə bu məsələni ayrı həll edeyim.
Deməli, verilib ki, rabitə kanalı vasitəsilə 300 megabayt həcmində bir məlumat ötürülmüşdür. Və məlumatın 30%-ni bu qədər sürətlə, qalan hissəsini bu qədər sürətlə ötürüb. Ümumi nə qədər vaxt yəni sərf edib, neçə saniyə? Deməli, məlumatın 30% deyəndə 300-ün 30%-ni tapıram. Bu mənə verir 90-ı. Deməli, 90 megabaytı bu qədər sürətlə ötürəndə T nə qədər alınır? 90 megabaytı böləcəm 5 vuraq 222 bit böl saniyəyə. Çünki V bərabər Q böl T-dirsə, T-ni buradan tapanda Q böl V alınır da. Q-nü, yəni həcmi V-yə bölürəm. Yuxarı megabaytdır deyə bitə çevirirəm. Eyni ölçü vahidi alınsın deyə. O da 223-ə vururam. 5 vuraq 222 alınır. Burada da ixtisar getsəm, 180-i bölürəm 5-ə. 3 dəfə, deməli, bu da 6 dəfə. 36 saniyə bu elədi. Daha sonra qalan deyir hissəsini də bu qədər sürətlə ötürür. 300-ün 90-ını çıxsan, qalan hissədə 210 megabayt eləyir də. Bunu da 223 sürətlə ötürübsə, növbəti T-ni tapanda 210 megabaytı 223 bit böl saniyəyə böləcəm. Yenə eyni düsturla. Deməli, yenə megabaytı bitə çevirsəm, 210 vur 223-ü böləcəm 223-ə. Yuxarını da megabaytdan bitə çevirdim. Ona görə 223-ə vurdum. Elə ixtisar gedəndə 210 qalır. T-ləri toplayıram. 210-un üstünə 36 gəlirəm. 246 saniyə eləyir. Yəni, ümumi bu qədər vaxt sərf olunub. Olur Y variantı. 80. Bu da bilmirəm, yer çatar ya yox, çatar yəqin ki, buradan yazsam. Enə bir qiymət daxil edib, burada hesablayırıq. Deməli, burada təbii ki, enə mən böyük qiymət verə bilmərəm. Böyük qiymət versəm, dövr çox gedəcək. Buna görə dövrü azaltmaq üçün, yəni enə kiçik qiymət verməliyik. Məsəl üçün, neçə verək? Olsun 3. Enə 3 verəndə 1 kiçikdir, bərabərdirmi 3-dən? Hə cavab alırıq. S bərabər olur S plus, yəni 0 üstəgəl, K vurulsun, 1 vurulsun I, yəni 1, vuraq I plus 1. 1 idisə üstünə də 1 gələndə 2. Bunu 1 vur 2 kimi saxlayıram. Çünki təyinatı tapıram da. Baxıram ki, cavablarda ona uyğun verilib. 1 vur 2, yəni necə belə saxlayıblar. Qalsın belə. I bərabər olur I plus 1-ə. 1 idi, 2 olur. K da bərabər olur mənfi K-ya. 1 idisə mənfi 1 olur. Geri qayıdır əvvələ. İkinci dəfə I-nin qiyməti 2-də axı. 2 kiçik bərabərdir 3-dən, hə cavabı alıram. S bərabər olur S üstəgəl. Yəni 1 vur 2 üstəgəl. K vurulsun, yəni mənfi 1 vurulsun. I, yəni 2, vuraq I plus 1, yəni 3. Bunu da necə yazaram? 1 vur 2, çıxaq 2 vur 3. Əslində uyğunluq görünür də, növbəti dövrdə 3-cü dəfə. 3 kiçik bərabərdir 3 olanda yenə hə cavabı alacam axı. Bu dəfə S necə olacaq? 1 vur 2, çıx 2 vur 3-dürsə, növbəti üstəgəl olacaq. Çünki K bu dəfə mənfi K-ya görə müsbətləşir. Bax, burada S-in davamını yazsam, I1 vahid artır 2 idi 3 olur. K da mənfi K-ya görə mənfi 1 idisə, qarşısındakı mənfiyə görə müsbətləşir. Və növbəti dəfə K-nı müsbət 1 kimi götürürəm. I-nin qiyməti 3-dür. 3-ün də 1 vahid artırır, bir də 4-ə vurur da. Belə bir, yəni, hesablama alınır. Və bu ta ki enə qədər belə gedir. 1 vur 2, çıx 2 vur 3 olan variantı axtaraq. Bu uyğun gəlir, bu yox. Çünki ancaq üstəgəl verib. Ümumiyyətlə heç kəsir xətti yoxdur. 1 çıx 2 də olmaz. Birinci mənfi ilə başlamır. Əslində 2 dövrü tapan kimi, bax buradan belə görünür ki, A-dır. Axırı niyə belə verib? Çünki K mənfi K yazılıb deyə K-nın sanki qüvvəti kimi gedir də. Məsəl üçün M1 olanda 1 plus 1 2 idi axı. Mənfi 1 üstü 2, yəni I2 olanda mənfi 1 üstü 2 artıq K bərabər 1-i verir. Amma I deməli N2 olanda 2 plus 1 burada 3 olur. Mənfi 1 üstü 3 mənfi 1-i verir. Yəni bir dəfə mənfi, bir dəfə müsbət gedir. Bu K-nın qiyməti üçündür. Bu N-in yerində I dayanır.
n plus 1-i də i plus 1 kimi göstəririk. Python dilində yazılmış proqramın nəticəsini müəyyənləşdir. 81. Deməli, baxaq. 10 böyükdür, bərabərdirmi 10-dan? Bəli, şərt ödənib. Bu if ödənibsə, buna uyğun əks haldanın üstündən xətt çəkirəm. Çünki mənə lazım deyil. Növbəti ifi yoxlasam, 10 kiçikdir 30-dan, hə. İndi bu if ödənibsə, bunun da əks haldasının üstünə xətt çəkirəm. Amma bu yox. Bu çünki sərbəst hədd daxil if-lə s-lə eyni sütunda yazılıb. Bu qalır. Sonra b bərabər a vuraq 2-ni hesablayıram. Çünki ödəndiyi üçün daxilindəki operatoru yerinə yetirirəm. A-nı 2-yə vuranda 10 vuraq 2, 20 alıram. İndi B 20-dir də. 20 böyükdür 20-dən. Yox. Bu ifin əks haldası verilməyib. Ödənmədiyi üçün bunu yerinə yetirmirəm. Əks halda da verilməyib. Amma bir dənə sərbəst hədd var da. A plus B-ni hesablayıram. A deməli 10-dur. B-də 20-dir. Toplayanda A-nı 30 alıram. Bir dənə də burada sərbəst hədd var axı. Bir də bunu hesablayıram. A deməli 30-dur. Üstünə də 10 gəlirəm. B-ni 40 alıram. Deməli B olur 40. Sonra 82-də verib ki, bu verilmiş cədvəldə B1 xanasındakı düsturu B2-yə, C1 xanasındakı düsturu da C2-yə köçürəndən sonra hansı qiymət alınır? Bizə C2-ni soruşur da. Görək C2-ni nətər alır? Bəlkə heç B2-yə ehtiyac qalmayacaq. C1 olar A dollar 1 üstəgəl B1 plus 2. Bunu C2-yə köçürdəndə sütun dəyişmiş, sətir 1 vahid artır. Sütun dəyişmiş, sətir 1 vahid artır, amma 1-in qarşısında dollar var deyə mütləqdir də onu saxlayıram. Sütun dəyişmiş, sətir 1 vahid artır. 1 idi 2 olur. Üstəgəl 2. A1 üstəgəl, yəni A1 5-dir. Üstəgəl B2. Deməli, B2-ni mən tapmalıyam qiymətini. Ona görə məcbur B1-dən B2-yə köçürdəcəm düsturu. B1 bərabərdir. A1 üstəgəl 2 vura 2, çıx 3. Burada da yenə sütun dəyişmiş, sətir 1 vahid artır. A1 olur A2, sətir 1 vahid artır, üstəgəl. 2 vuraq, A dollar 2 qalır. Çünki sütun dəyişmiş, sətir də mütləqdir deyə qalır. A1-in, yox, A2 yazmışam. A2-nin üzərinə, yəni 2-nin üzərinə 2 vura 2 gəlir. Yəni 2 vur 2, 4 gəlir. Bir də 3 çıxır. Bu da bizə verir 3-ü. Deməli, B2 3 alınıbsa, burada yerinə 3 yazsam. Bir də üstəgəl 2 var da. B2-ni tapmışdım. 3 yerinə 3 yazdım. 8 üstünə də 2 gələndə 10 alınır. Olur 82-də A variantı. Sonra 83. Yol hərəkəti qaydalarının pozulmasının avtomatik qeydə alınması üçün qrupu 224 rəng palitrasından istifadə etməklə bu qədər pikselli bir şəkil çəkir. Şəkillər kameranın yaddaşında saxlanılır. Deməli, buradan mən bir şəklin ölçüsünü tapacam da. Çünki verib ki, bunu ilə bir rəngli bir şəkil alır. Bu bir şəklin həcmini verir. Sonra deyir ki, bir neçə paketlər şəklində qruplaşdırılır həmin şəkillər. Və bu sürətlə ötürülür. Bir paketin ötürülməsi üçün 256 saniyə tələb olunursa, bir paketdə maksimum nə qədər şəkil ola bilər? Əvvəlcə bir dənə şəklin həcmini buradan tapmalıyam. Yəni, piksel sayı vurulsun, rəng dərinliyi bilirik ki, şəklin həcmini verir. Burada da 1280, bunu da 2/7 vur 10 kimi yaza bilərəm də. Vuraq 1024-ü də 2/10 yazacağam. Rəng çaları əgər 2/24-dürsə, rəng dərinliyi bilirəm ki, 24 bitdir. Burada da 2/17 vuraq 240 bit alınır. Qalsın elə bu formada, çünki onsuz da burada da sürəti bitlə verir. Bu olur bir dənə şəklin həcmi. Və deyir ki, paketin ötürülməsi üçün vaxt, yəni sərf olunan zaman və sürət bu qədərdir. Buradan isə bir paketin həcmini tapacam. Çünki Q bərabərdir VT-yə görə V 5 vuraq 2/22-dir. T də 256, yəni 2/8 saniyədir.
5 vuraq 2 üstü 31 də bir dənə paketin həcmini verir. Paket də şəkillərdən ibarətdir axı. Deyir, şəkillər birləşir, bir paket əmələ gətirir. Deyir, bir paketdə, yəni bu qədər həcmdə neçə dənə şəkil var? Ona görə 5 vuraq 2 üstü 30-u bölürəm 24 vuraq 2 üstü 17-yə. Yoxsa 240. 240 vuraq 2 üstü 17. Burada say gedir 2 üstü 13 qalır. 5 ilə 240-ı aparsam 4 dəfə, o da 8 dəfə. 8192-dir də, səhv eləmirəmsə. 2 üstü 13. Bunu da 48-ə bölürəm. Bu da böləndə 1 dəfə. Sonra 7 dəfə. 170 tam nə qədərsə qalır. Təxmini də yazıram da. 170 tam nə qədərsə alınır. 10-da 5, 10-da 6 alsın, fərqi yoxdur. Yəni, bir paketin maksimum nə qədər sığa bilir? 170 dənə. Onsuz da o alınan kəsiri götürə bilmərəm axı. Yəni, tam olaraq 170 dənə bir paketə şəkil yerləşir. Python dilində proqram icra olunandan zaman C dəyişəni üçün çap olunacaq qiymət 43-dür. Bunun üçün n-ə daxil edə biləcəyin deyir, ən kiçik qiyməti tap. Yazalım. N kiçik bərabərdir 50. Deməli, şərt ödənir ki, mən C-ni hesablayıram. Və C 3-dür, üstünə 10 gəlir, 13 alır. N isə 5 vahid artır. Yəni, n plus 5 kimi yazıram. İkinci dəfə geri qayıdır. Deməli, yenə bu şərt ödənir ki, n kiçik bərabər 50. C-ni yenə hesablayır. Axı 43 olmalıdır C-nin son qiyməti. Bu dəfə 23 olur. Üstünə 10 daha gəlir. N isə 5 vahid yenə artır. Bu n-in qiymətidir. Üstünə bir dənə 5 daha gəlirəm. N plus 10 olur. Üçüncü dəfə geri qaydanda yenə şərt ödənir ki, mən davam edirəm. Çünki C 43 olmalıdır da. Bu dəfə C 10 vahid artır, 33 olur. N-i 5 vahid daha artırıram. N plus 17 üstünə də 5 gəlib, N plus 15 alıram. Bir də dövr gedir ki, artıq C 43 olur. Yəni, C-nin son qiymətidir. N yenə 5 vahid artır. N plus 15 idi. 5 də artırsam, N üstə gəl 20 alınır. Deməli, burada qutarır da dövr. Çünki C-nin son qiyməti 43-dür. Yəni, N-in üzərinə, yəni neçədir bilmirəm əvvəldə. Üzərinə 20 gəldikdə dövr bitir. Yəni, bu hissədə N üstə gəl 20 kiçik bərabərdirmi 50? Yox cavabı alıb dövrdən çıxmalıyam. Və burada da bərabərsizlik kimi yazsam, n deməli 30-dan kiçik bərabər olmalıdır. Təbii ki, yox cavabı almaq üçün bura ən kiçik nə yazmalıyam? 30 yazsam hə olacaq, amma 31 yazsam, 31 kiçik bərabərdirmi 30-dan? Yox cavabı alıram. Deməli, ən kiçik bura 31 yazılmalıdır ki, 31-in üstünə 20 gəlim 51 alım və 51 kiçik bərabərdirmi 50-dən? Yox deyib dövrdən çıxıb. 32 də olar, amma bunun ən kiçik qiyməti deyil də. Ən kiçik 31 olduqda ödənir. Verilmiş bərabərlikdə x-i tap. Bu bilirəm ki, 2 üstü 3-dür də 8. Üstü də 3 üstə gəl 2x yazsam, baytlandır. Bərabər olur 2 üstü 7. Megabaytı da bayta çevirirəm. Ona görə 2 üstü 20-yə vururam. Burada da 2 üstü 9 üstə gəl 6x bərabərdir. 2 üstü 27 alıram. Qüvvət üstləri, yəni əsas eynidir deyə üstləri bərabərləşdirirəm. 9 üstə gəl 6x 27 isə 6x olur 18-ə, x də bərabər olur 3-ə. Daha sonra bu 85 idi, 86. Yer yoxdur buradan yazmağa. Deyir, 19 səhifəli sənədin ilk səhifəsində bu qədər ölçülür. Yaxşı görünmədi şəkil. Deməli, sənədin ilk səhifəsində bu qədər ölçülü palitrada 1024 rəng çalarında malik təsvir. Qalan səhifələrində də bu qədər əlifbada kodlaşmış mətn var. 10 dənə belə sənəd 5 megabaytlıq boş sahəsi olan diskə yazılsa nə qədər boş sahə qalar? Əvvəlcə bir sənədin həcmini tapaq, sonra bura qədəri tapım ki, həcmini, ondan sonra davam edim. Sənəd də həm şəkildən, həm mətndən ibarətdir deyə şəkli ayrı tapmalıyam, mətni ayrı tapıb toplamalıyam.
Bir səhifəsində şəkil varsa, elə 512, yəni 2 üstü 9 vuraq, 2 üstü 8. Rəng çaları 1024-dürsə, rəng dərinliyi 10 bit olur da. 2 üstü 17 vuraq, 10 bit alıram. Bunu kilobayta çevirirəm əvvəldən, çünki axırda klaster görürəm ki, 4 kilobaytdır. Həm də kilobayta çevirsəm daha qısa olar da, həcmi az olar. 2 üstü 4, yəni 16, bu da 160 kilobayt verir. Bu olur şəklin həcmi. 19 səhifədən birincisində şəkil var. Deyir, qalanlarında da, qalan səhifələrdə mətn var. Onda o biri çıxsam, 18 səhifə qalır da. 18 vurulsun, yəni səhifə sayı vuraq. Simvol 2048-də də 2 üstü 11. Vuraq n bit, yəni ki, əlifbada bir simvolun tutduğu yer. 1024-dürsə, əgər simvollu əlifba, onda 2 üstü n kimi göstərsək, n-i 10 bit alarıq. Burada da 2 üstü 11 vur 180 biti kilobayta çevirsəm 2 üstü 13'ə böləcəm. Aşağıda 4 qalacaq. Bu da verəcək 4 dəfə düşür. O da 5 dəfə. 45 ilə 160'ı toplayıram. Yəni şəkillə mətnin həcmini 205 kilobayt alıram. Bu oldu sənədin həcmi. Və deyir ki, 5 megabaytlıq bir dənə boş diskə, boş sahəsi olan bir diskə 10 dənə belə sənədi yazsaq, nə qədər boş sahə qalar? Əvvəlcə bu sənədin mən diskdəki həcmini tapmalıyam. Yəni diskdə yazsam nə qədər yer tutur? Buna görə də 205'i klasterin həcminə bölürəm, yəni 4'ə. Bu da verir 51, amma qalıqla bir yerdə 52 klaster. 52'ni yenidən klasterin həcminə vursam, yəni klaster sayını klasterin həcminə vursam, diskdəki həcmini 208 taparam. İndi bu bir dənə sənədin həcmidir də, yəni diskdə bir dənəsi 208 tutur. 10 dənə belə nə qədər yer tutar? 2080 kilobayt tutacaq. Deməli 2080 kilobayt diskə yazanda artıq bu hissə dolur axı. Bizə deyir ki, nə qədər boş yer qalar? Onda 5 megabaytdan bunu çıxmalıyam. 5 megabaytı da kilobayta çevirsəm 5120 olacaq. Bundan da 2080'i çıxsam 3040 eləyir də, səhv eləməmiş. 3040 kilobayt. Sonra 87. Elektron cədvəldə A3 xanasındakı düsturu C4 və Y2 xanalarına köçürsək, alınmış nəticələrə əsasən uyğunluğu müəyyənləşdir. Belə. Burada A3'ün qiymətini tapmalıyam. Elə burada tapaq. C2 üstəgəl A1. C2 A1 toplayanda 9 alıram. Deməli A3'ə 9 uyğundur. Yəni 1'ə D. İndi köçürək. A3 xanasında dollar C2 üstəgəl A dollar 1 verib. Bunu C4'ə köçürsək, sütun 2 vahid artır. Yəni 2 vahid yerini dəyişib. Sətir isə 1 vahid artıb. İndi C'nin qarşısında dollar var deyə C'yə dəymirik. 2'ni isə 1 vahid artırırıq. A'dan C'yə keçib deyə bunu da A'dan C'yə dəyişirəm. Amma sətrin qarşısında dollar var deyə dəymirəm. C3 ilə C1'i cəmləyirəm. C3 ilə C1'i cəmləyirəm. Deməli 16 alınır. Bu C4'dür də 2 olur C variantı. Sonra Y2'yə köçürsəm bu düsturu. A'dan Y'yə neçə sütun yerini dəyişib? 1, 2, 3, 4 sütun. 3'dən 2'yə isə 1 vahid azalıb sətir. Deməli, dollara görə yenə C-yə dəymirəm, amma 2'ni 1 vahid azaldıram. A-dan Y-yə keçib deyə, bu da A-dan Y-yə keçib, dollara görə 1'ə dəymirəm. C1 ilə Y1'i cəmləyirəm. Bu da alınır 8. 3'ə də olur A variantı. 1'ə D, 2'ə C, 3'ə də A. Aha, indi deməli blok sistemlər. Silim. Onsuz buradan yer çatmayacaq. Sadəcə bunu kəsib götürək buradan. Verilmişdir x ədədi üçün bu ifadəni hesablayan blok sxem bu. Başlanğıc çəkdik. Deməli, x ədədi üçün hesablayıramsa, əvvəldə x-i daxil edirəm.
Həmişə əvvəldə dövrün başlanğıcını götürürəm. Dövr harda başlayır? 2-də. Ona görə bura bir dənə i bərabər 2 yazıram. I şərtidir, yəni x da nə bilim bir s bərabər də 2 yaza bilərik, j bərabər də yaza bilərik, fərqi yoxdur. Hasil hesablanır axı. Hasil olanda P-nin ilk qiymətini 1 götürürəm. Çünki 1-i nəyəsə vursam, onsuz da bir şey dəyişməyəcək. Amma 0 götürə bilmərəm. Çünki 0-ı nəyəsə vursam, 0-a çevrilir hasil. Və sonra şərtdə dövr hara qədər gedir onu yazıram. 2-də başlayır, baxıram ki 40-da qurtarır. Yəni bu i nə qədər ki 40-dan kiçikdir, dövr eləsin də həll qoluna gəlsin. Nə vaxt ki 40-dan kiçik olmayacaq, dövrdən çıxar. Və nəyi hesablamalıdır? P-nin düsturunu. P də bərabər olacaq. Və 2-nin yerinə i yazıram. Üstəgəl x da qalır öz yerində. Bunu bir dənə P-yə vururam ki, 1-ə. Növbəti dəfə P-nin aldığım qiymətini i plus x-a təzədən vura bilim. Birinci dəfə i2 üstəgəl x aldım. P-yə də yəni 1-ə vurdum. Aldım P-nin qiymətini. İndi növbəti dəfə i neçə vahid artıb? 4, sonra 6. Deməli 2 artır da. i-ni də 2 vahid artırıram. 2-dən sonra i 4 olur. Növbəti dəfə 4 üstəgəl x vuraq P. Beləliklə 40 plus x-a qədər davam edir. Və yox qoluna çıxır, P-ni çapa verir, axırda da son. Sonra klaviaturadan daxil edilmiş sətirdə yalnız bir dəfə rast gəlinən simvolları rast gəldiyi ardıcıllıqla çapa verən yanaşı formada proqram qur. Görüm elə buradan yazmaq istəyirəm. Sətir tipli bir dənə qiymət götürək. Məsəl üçün A2, B. Burada bir dəfə rast gəlinən sözünə görə özüm üçün təkrarlanan simvol yazıram. C4, 2 yenə yazdım. Deyir ki, bir dəfə rast gəlinən simvollar hansılardır? A-dır, B-dir, C-dir, 4-dür. Deyir, bunları rast gəldiyi elə ardıcıllıqla yanaşı formada, yəni belə düzsün, çap eləsin. Bunun üçün kod yaz. Bilirəm ki, sətir daxil eləmək üçün əvvəldə bir dənə n bərabər input yazıram. Bu sətrin simvollarını bir-bir götürüb yoxlamalıyam. Axı ki, görək hansılar bir dəfə burada, yəni rast gəlir, hansılar təkrarlanır. Ona görə sətrin elementlərinə müraciət etmək üçün dövrdən istifadə edirəm. i burada olur sətrin simvolları. Birinci i-nin qiyməti olacaq dırnaqda a. Dırnaqda a-nı götürür. İndi a-da bir dəfədirsə, bunu necə göstərərəm? Deməli, sayı əgər həmin sətirdə bir dənədirsə, onda deməli elə təkrarlanmır da. Şərt verirəm ki, əgər n-də count daxı təkrar simvolları sayan i-lərin sayı 1-ə bərabərdirsə, indi bir dəfə rast gəldiklərini yanaşı düzmək üçün elə sətir tipində cəmləsində dırnaqda A-nın üstünə növbəti dəfə dırnaqda B-ni gəlsə, dırnaqda AB alırmı? Deməli, sətir tipində cəmləmək üçün əvvəldə bir dənə boş bir sətir götürürəm. Burada yazıram K bərabər, K üstəgəl I. i-nin birinci qiyməti oldu A. A-ların sayı bir dənədirmi sətirdə? Bəli. Götürür, boş sətirin üstünə A-nı gəlir, alır K-nı dırnaqda A. Sonra 2-ni götürür, i-nin qiyməti 2 olur da. 2-lərin sayı bir dənədir, xeyr. Ona görə götürmür. Bəs B-lərin sayı bir dənədirmi? Bəli. Onda K-nın üstünə dırnaqda B-ni gəlir, olur AB. Yəni bu qaydada sətir tipində toplayır, sonra da print K ilə də çapa verir. Sonra növbəti sual 90-a yer çatmayacaq. Bunu isə götürək. Başqa yerdə həll edeyim. Deməli, verilib ki, ən azı 2 rəqəmli 10 natural ədəddən ibarət siyahının elementləri klaviaturadan daxil edilir. Siyahının ilk və son rəqəmlərinin cəmi cüt olan elementlərinin indekslərini çapa verən proqramdır. Birinci siyahıya element əlavə yığmalıyam da, yəni çünki deyir ki, siyahının elementləri klaviaturadan daxil edilir.
Amma 10 dənə ədəd daxil eləməliyəm də siyahıya. 10 dənə natural ədəd olmalıdır. Deməli, dövr burada 10 dəfə gedir. Dövrlərin sayı mənə məlumdursa, onda for dövründən istifadə edəcəm. For in range 1-dən 11-ə qədər yazıram ki, 10 dəfə dövr getsin. Deməli, 11-in çünki özünü götürmür, i-nin qiyməti 1-dən 10-a qədər olur. Əvvəldə də bir dənə boş siyahı götürək. Olsun A bərabərdir belə bir siyahı. Bu siyahıya indi elementlər yığmalıyam. Dövrün daxilində yazıram. X bərabərdir int input. Yəni, i-nin qiyməti 1 olduqda x-a bir qiymət verəcək. Ən azı deyir 2 rəqəmli olmalıdır. Məsəl üçün 53. Götürəcək bunu A-ya əlavə eləyəcək 53. İndi 53-ə A-ya əlavə etmək üçün nə yazmalıyam? A nöqtə append x. Çünki siyahıya element əlavə etmə appenddir. Bu ən azı sözünü mən belə başa düşdüm ki, ən azı 2 rəqəmli olmalıdır. Məncə burada 3 rəqəmli də daxil edə bilər. Yəni, desəydi ki, 10 dənə 2 rəqəmli ədəd daxil edilir. Yəni, ancaq 2 rəqəmli olardı. Amma deyir, ən azı 2 rəqəmli 10 ədəd. Onda 123-ü daxil eləsəm, növbəti dəfə götürəcək 123-ü əlavə eləyəcək. Beləliklə 10 dənə belə deyək də element yığılacaq bura. İndi bu elementlərin deyir ki, ilk və son rəqəmlərinin cəmi cütdürsə, həmin elementin indeksini çapa ver. Bunun üçün yeni bir dövr yaratmalıyam. Artıq siyahı yaranıb da, məsəl üçün bu formada yaranıb. Belə bir siyahıdır tutaq ki. Bu siyahının elementlərini təzədən bir-bir götürmək üçün yazıram for in A. İndi i1 bir A-nın elementlərini götürür. Ola bilər ki, ancaq 2 rəqəmli daxil eləyər. Ola bilər ki, 2-3 rəqəmli. Yenə deyirəm, bu ən azı sözünə görə 3 rəqəmli də ola bilər. Mən elə bir proqram yazacağam ki, 2 rəqəmli olanda da düz gəlsin, 3 rəqəmli üçündə. Buna görə fikirləşirəm ki, bunun məsəl üçün 3 rəqəmli olsa, ilk və son rəqəmini necə götürə bilərəm? Bunun üçün onu sətir tipinə çevirirəm. Sətir i eləyirəm. Həmin bu i-nin 53 qiymətini. Sətir tipinə çevirəndən sonra sətirin istənilən sətir tipli elementdə 0-cı element 1-ci rəqəmə düşür axı. Ona görə C bərabərdir. Yazıram M-də 0-cı element. Mənə bu rəqəm kimi lazımdır deyə qarşısına int yazıram. Bax, dırnaqda 5 idi, ədəd kimi oldu 5. Sonuncu simvolunu götürmək üçün isə len-dən 1 çıxıram. Len nə qədərdir burada? 2-dir də. Len i 2-ni verir. 2-dən də 1-i çıxsam 1 alıram. Həmin 1 axırıncı simvolun indeksinə düşür. Bunu da yazıram. Int m-də len m çıxart birinci element. Məsəl üçün 123-dürsə, burada len m3 eləyir, 3-dən 1 çıxıram, 2 alınır və 2 axırıncı simvolun indeksinə düşür. Yəni ki, m-də ikinci element dırnaqda 3 olur. Onu da tam tipə çevirəndə ədəd kimi 3 alınır. İndi deyir ki, axırıncı və birinci rəqəmlərinin cəmi if verirəm də artıq cütdürsə, yəni 2-yə böləndə qalıq 0-dırsa cütdür deməkdir də. Onda həmin elementin özü i-də axı, elementin indeksini çapa ver. Bilirik ki, siyahıda da indeksi tapan metod elə indeks metodudur. A nöqtə indeks yazıram i. Yəni ki, i-nin indeksini çapa versin. Belə. Bu videoluk bu qədər. Gələn videolarda görüşənədək.